Vaxtınız xeyir əziz izləyicilərimiz, kanalımıza abunə olmağı unutmayın. Önceden kanalımıza abunə olduğunuz için sizə təşəkkür edirik. Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabandi rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində dollar yağışına tutulması ilə bağlı görüntülər yayılıb. Həmin video sosial mediada yüz minlərlə baxış toplamışdı. Günün Səsi infoya istinadən xəbər veririk ki, Şəbnəm Tovuzlu dollar yağışına tutan həmin ailə Ofeliya xanım və Luka ləqəbli oğlun narkotik alverçisi olub. Gürcüstanın Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar. Qeyd edək ki, təqdim etdiyimiz görüntülərdən əməliyyatın keçirildiyi evlə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görünür. Həmin mərasimdə müğənni nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl zinət əşyaları da hədiyyə edilib. Xatırladaq ki, Gürcüstanda yaşayan azərbaycanlılar da bu faktı təsdiqləyiblər.